Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycandan Ermənistana 300 milyon necə köçürülüb? Ermənistana ultimatum. Rusiya Qərbin planını rəsmən açıqladı. Ermənistanda hazırda baş verən proseslər Robert Köçəryan, Serj Sarkisyan və digərlərinə qarşı cinayət işlərinin açılması Nikol Paşinyanın seçkidən öncə verdiyi anonsun icrası hesab edilə bilər. Paşinyan daha əvvəl seçki kampaniyası zamanı bildirmişdi ki, bu şəxslər həbs ediləcək. Daha öncə də Köçəryan və Sarkisyanla bağlı cinayət işləri var idi, lakin bunlar onların həbsə düşməsinə səbəb olmamışdı. Bu dəfə açılan cinayət işlərinin fərqi ondadır ki, artıq onların həbsə alınması ehtimalı istisna edilməməlidir. Bu sözləri Axaraza açıqlamasında politoloq Asif Nərimanlı Ermənistanın daxilində baş verən prosesləri şərh edərkən deyib. Onun sözlərinə görə Köçəryan və Sarkisyana qarşı irəli sürülən vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda korrupsiya və çirkli pulların yuyulması ittihamları bunu deməyə əsas verir. Hazırda istintaq prosesinə baxdıqda Sarkisyan və Köçəryanın həbs olunması ehtimalı daha yüksəkdir. Burada iki əsas məqam var. Birincisi, Paşinyan Rusiyanın Ermənistanın daxili siyasətindəki təsirini sıradan çıxarmaq və ölkə daxilində nəzarəti tam ələ keçirmək istəyir. Bu proses təkcə Köçəryan və Sarkisyanla bağlı deyil, daha əvvəl başlamış prosesin davamıdır. Samvel Karapetyana qarşı açılan cinayət işi də bu prosesin tərkib hissəsi idi. Paşinyan başda Rusiya olmaqla xarici təsir dairələrinin ölkə daxilindəki siyasi fəaliyyətini neytrallaşdırmağa çalışır. İkincisi isə Azərbaycanla sülh sazişinin burada rolu var. Çünki bu qüvvələr sülh prosesinə qarşı çıxırlar və onların əsas məqsədlərindən biri Qarabağ hərəkatının fəaliyyətini Ermənistanda davam etdirməkdir. Paşinyan daha əvvəl də bəyan etmişdi ki, sülhün əldə olunması üçün Qarabağ hərəkatı tamamilə sıradan çıxmalıdır. Köçəryan və Sarkisyan başda olmaqla bu şəbəkənin neytrallaşdırılması Ermənistan hakimiyyətinin Qarabağ hərəkatının ölkə daxilindəki benefisiarlarını sıradan çıxarmaq məqsədi daşıyır. Xankəndidən Ermənistana qaçan separatçı qüvvələrin qalıqları və onların arxasındakı daxili qüvvələr də bu proses çərçivəsində sıradan çıxarılır. Bununla da Azərbaycanla yekun sülh sazişinin qarşısındakı əsas maneələr bir-bir aradan qaldırılır. Ən önəmli məsələlərdən biri Köçəryan və Sarkisyanla bağlı çirkli pulların yuyulması ittihamıdır. İstisna etmək olmaz ki, bu ittihamla bağlı prosesdə Azərbaycanın da müəyyən iştirakı ola bilər. Çünki Sarkisyan və Köçəryanın çirkli pulları əsasən işğal dövründə xüsusilə Qarabağ üzərindən yuduqları iddia olunur. Hətta bir çox ölkələr, o cümlədən Ermənistana köçürülən pullar işğal dövründə boz zona kimi istifadə edilən Qarabağ üzərindən həyata keçirilirdi. Məsələn, Dünya Bankının 2015-ci ildən sonra bir neçə dəfə yaydığı məlumatlarda Azərbaycandan Ermənistana bir dəfə 100 milyon, növbəti dəfə isə 200 milyondan artıq pul köçürüldüyü qeyd olunur. Halbuki həmin dövrdə Qarabağ işğal altında idi və Azərbaycandan Ermənistana belə bir əməliyyatın həyata keçirilməsi mümkün değildi. Əslində həmin əməliyyat çirkli pulların yuyulmasının tərkib hissəsi idi. Pullar Qarabağdan Ermənistana köçürülmüşdü və Qarabağ beynəlxalq müstəvidə Azərbaycanın ərazisi kimi tanındığı üçün Dünya Bankı bu əməliyyatı Azərbaycandan Ermənistana pul köçürülməsi kimi qeyd edirdi. Bu faktlar çirkli pulların yuyulması məsələsində Azərbaycan tərəfinin də qarşıdakı dövrdə informasiya mübadiləsi baxımından prosesdə iştirak edə biləcəyini göstərir. Bu cinayət işinin daha da genişlənəcəyini və bir çox yeni ittihamların əlavə ediləcəyini istisna etmək olmaz. Yekunda Sarkisyan və Köçəryanın həbsə düşmə ehtimalı daha yüksəkdir. Qərb ölkələri Rusiyanın dəmir yolu sektorundan çıxarılması üçün Ermənistana təzyiq edir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb. Rəsmi Moskva bildirib ki, Qərb Ermənistanın nəqliyyat infrastrukturundan Rusiya faktorunu zorla aradan qaldırmağa çalışır. Rusiyada bunu Qərbin şantajı kimi qiymətləndirirlər. TASS-ın Xarici İşlər Nazirliyindən əldə etdiyi məlumata görə Qərb ölkələri dəmir yolu sektorunda Rusiya ilə əməkdaşlıqdan imtina etməsi üçün İrəvana ultimatum verib.
Bunun müqabilində Ermənistana milyonlarla dollarlıq investisiya vəd edilib. Moskva bu cür təklifləri Ermənistanın çətin iqtisadi vəziyyətindən geosiyasi məqsədlər üçün istifadə etmək cəhdi hesab edir. Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Qərbin Ermənistana təklif etdiyi alternativ iqtisadi layihələrin səmərəliliyi şübhəlidir.